Daşqınam deyəndə elə bir bütün insanın bədəni lərziyə gəlirdi. Sakinin bərp olmağı, elə bildim bütün dünyanı mənə qaytardılar. Hamı qaşqın deyəcəkdi orada bizə. Amma bir gün dedi, Kəngəri kəs sakini. Bax, bu da dünyada mənim ən böyük sevincim. Prezident bütün dünyanı heyrətdə qoydu. Belə qələbə heç bir ölkədə olmayıb axı. Həqiqi idrakin özünün gücü çatmır bunları dərk eləməyə. Cümlələrə sığmayacaq qədər sevincliyəm. Doğma kəndi görəndə həqiqətən insanı çox səmimi şəkildə kövrəlmək tutur. Hər səhərində bizə də ürəkdən nəfəs alanda bilirəm ki, təmiz hava uduram. Elə bir gözəlliyə düşmüşük də, başqa bir aləmə düşmüşük. Ən böyük arzumdan biri budur ki, o Kəngərli kənd orta məktəbində heç olmasa 2 ildə olsa dərs deyəm, 70 yaşına qədər. Gözləyirəm, mən təbrik edeyim. Bax, vətənimə gəlmişəm, Kəngərlimə gəlmişəm, torpağıma gəlmişəm. Biz artıq Kəngərli kəndindəyik, köçmüşük və burada yaşayırıq və yaşayacağıq da. Ağdam və Mən silsiləsindən Kəngərli kəndinə qayıdışdan bəhs edən Xoşbəxtlik Açarları filminin ikinci hissəsi 22 iyun saat 15-də ATV-də.